Son dönəmlər həyatında baş verənlərdən məmnun deyilsən. Bəlkə sənə yaxşı gəlməyən bir evliliyin və yaxud da münasibətin içərisinə həbs olmusan. Bəlkə heç məmnun olmadığın o iş yerindəsən. Bəlkə də sənə yaxşı gəlməyən o insanlarla daim dostluq eləməyə məcburiyyətindəsən. Bəlkə də hansısa fiziki və yaxud da psixoloji narahatlığın var. Bəlkə də dəyişmək istədiyin hansısa bir davranışın və ya hansısa bir vəziyyətin içərisindəsən və sanki bütün bu problemlərin, məmnun olmadığın vəziyyətlərin içərisinə həbs olub, ilişib qalmısan. Bəzən elə hiss eləyirsən ki, sanki sən bir qatarın içərisində səyahət eləyirsən. Bu qatar sənin istədiyin yerə getmir. Bu qatarın gedəcəyi yer səni məmnun etməyəcək. Bu qatarın içərisi sənin üçün heç komfortlu deyil, orada özünü heç yaxşı hiss eləmirsən. Amma sənə elə gəlir ki, sanki eləyə biləcəyin tək şey bu qatarda sadəcə səssizcə səyahət eləməkdir. Və məhz belə anlarda çox ehtiyac duyursan ki, kimsə gəlsin, bu qatarı dayandırsın və sənə desin ki, qorxma, bax mən buradayam və səni artıq içində olmaq istəmədiyin bu qatardan, getmək istəmədiyin o nöqtədən azadlaşdırmağa gəlmişəm. Birinin gəlib də məmnun olmadığın həyatın içərisində hər şey keçdi, mən hər şeyi həll eləyəcəm, sənin üçün buradayam deməsini istəyirsən. Amma reallıq budur ki, təəssüf ki, o gözlədiyimiz xilas edici çox zaman gəlmir və biz həyatımızın mövcud vəziyyəti ilə, daha öncəsində elədiyimiz seçimlərlə və hətta bugün eləmədiyimiz seçimlərlə bu həyatı məmnun olmadığımız halıyla uzun illər yaşamağa davam edirik. Bəzən bu xilaskar gözləntisi bizim uşaqlıqda öyrəşdiyimiz vəziyyətlərin bir mirası ola bilir. Uşaqlıqda oxuduğumuz nağıllarda, izlədiyimiz cizgi filmlərdə, baxdığımız filmlərdə hər zaman ən sonda başrolun, əsas obrazın həyatına bir xilaskar gəlir və işlərin ən çətin, ən pis getdiyi nöqtədə o başrolu xilas eləmək üçün orada olur. Və ya uşaqlıqda daim problemlərində valideynlərin sənin üçün öncədən nələrsə eləyirdisə, sən problem yaşamayasan deyə öncədən bütün önləmləri alırdısa, yaxud da ən xırda bir problem yaşadığında belə valideynlərin bu problemi sənin üçün həll eləyirdisə, bir nöqtədən sonra sən sanki həyatımın kontrolu mənim əlimdə deyil və başıma gələn hər hansı bir problemlərdə, çətinliklərdə məni xilas edəcək birinin varlığına ehtiyac duyuram kimi düşünə bilərsən. Bəzilərimizə də uşaqlıqdan bu düşüncə öyrədilir. Doğru insanı tapanda hər şey yaxşı olacaq, yaxşı bir işə girəndə hər şey qaydasına düşəcək, bəxt üzünə gürəndə artıq xoşbəxt olacaqsan. Və günün sonunda biz davamlı olaraq problemlərimizin varlığını qəbullanmağı və hansısa bir xilas edici insanın, hansısa bir xilas edici situasiyanın gəlib bizi bu problemlərin içərisindən sanki tutub çıxaracağını gözləyirik. Amma təəssüf ki, həyat, reallıq bu cür işləmir. Bəlkə də kimlərsə gəlib bu videonun altına belə bir rəy yaza bilərlər ki, yox, mənim həyatıma bir insan girəndən sonra, yaxud da mən bir iş yerinə girəndən sonra həyatım tamamilə dəyişdi. Bütün problemlərim aradan qalxdı. Təbii ki, kimlər üçünsə bu bəlkə də ola bilər hansısa situasiyalarda. Amma gəlin düşünək, bunu həqiqətən də yazacaq insan sayı, hətta bunu təcrübə eləmiş insan sayı sizcə neçə faiz təşkil eləyir? Hətta bunu yazan insanlar belə təbii ki, həyatlarına tək bir insanın girməsi ilə, tək bir vəziyyətin həyatlarında dəyişməsi ilə bütün həyatlarının, bütün sferalarında, bütün tərəflərində, iş həyatında da, psixoloji vəziyyətdə də, münasibətlərdə də bir anda tamamilə dəyişim yaşaya bilməzlər. Bu sadəcə o insanın və yaxud da o vəziyyətin müsbət təsiri ola bilər, amma heç bir insan və yaxud da heç bir vəziyyət bizim həyatımızı %100 dəyişdirməyə təəssüf ki, qadir deyil. Və bu vəziyyəti, bu reallığı nə qədər tez qəbullansaq ki, məni xilas etməyə heç kim gəlməyəcək və mən bu qatarda əgər özümü narahat hiss eləyirəmsə, bu qatarda olmaqdan məmnun deyiləmsə, bu qatarın gedib çatacağı yerdən məmnun deyiləmsə, o qatardan düşmək artıq mənim məsuliyyətimdir. Bu reallığı görmədiyimiz müddətcə özümüzü daim qurban pozisiyasında görməyə davam eləyirik və insanları da sanki bizi bu qurbanlıq rolundan çıxarmağa
məcbur olan, buna borclu olan bir fərdlər kimi görürük. Amma reallıq budur ki, əslində heç kimin, hətta valideynlərimiz daxil bir nöqtədən sonra bizim həyatımızı dəyişdirmək, bizim problemlərimizi həll etmək kimi bir öhdəliyi, bir borcu yoxdur. Və bu reallığı qəbul elədiyimiz andan artıq özümüzü passiv bir qurban, başına gələn hər şeyi passiv şəkildə qəbullanan bir obraz kimi görməkdən vaz keçmiş oluruq və bundan sonra öz həyatımız üzərində aktiv qərarlar verən, seçimlər eləyə bilən bir rol almış oluruq. Bundan sonra isə sorğulamalar başlayır. İçində olduğum, amma məmnun olmadığım bu vəziyyətin içərisində məni saxlayan şey nədir və nələri dəyişdirsəm bu vəziyyətdən də özümü çıxara bilərəm. Bunun üçün hansı bilikləri, hansı bacarıqları qazana bilərəm? Bunları həyatıma necə tətbiq edə bilərəm? Kimlərdən kömək istəyə bilərəm? Kimlərə müraciət edə bilərəm? Nələrə müraciət edə bilərəm? Artıq bu suallar yaranır və bu sualların cavabını da həyatımıza tətbiq elədikcə əsl istədiyimiz xilaskarı təbii ki, əldə eləmiş oluruq. Bəzən mənə Instagramdan yazan, yaxud da terapiyaya müraciət eləmək istəyən fərdlər belə bu cür suallarla müraciət edə bilirlər. Mən nəyi eləsəm həyatımdakı bu problem tamamilə həll olar. Sanki məndən tək bir dənə instrument, bir dənə bacarıq, bir dənə cavab istəyirlər və bu cavabı həyatlarına tətbiq eləyərək bütünlüklə bütün problemlərindən azadlaşmaq istəyirlər. Amma təəssüf ki, insan zehni, insan psixologiyası bu qədər sadə işləmir və buna görə də az öncə sadaladığım bütün sualları özümüzdə aça bilmək, o sualların cavablarını tapa bilmək çox önəmli olur. Bu səbəbdən də hal-hazırda müasir pop psixologiyada ən çox izlənən videolara diqqət eləsəniz, bu tipdə videolarla rastlaşa bilərsiniz. Hansı ki, kişiləri özünə bağlamaq üçün 5 addım, yaxud da münasibətlərinin uğurlu olması üçün bu davranışı et, narsistlərdən azad olmaq üçün bunu bil yetərlidir. Yaxud da çox pullar qazanmaq istəyirsənsə, bu 3 xüsusiyyətə mütləq sahib olmalısan kimi video başlıqları bəlkə də milyonlarla izlənirlər və bu təkcə bizim ölkəmizdə yox. Başqa ölkələrdə, xarici platformalarda da kifayət qədər yüksək izlənmə faizinə sahib videolar olur. Səbəbi isə budur ki, əslində biz insan olaraq hər birimiz bir qısa yol, bir xilas yolu axtarırıq. Amma təəssüf ki, bu xilas yolunu tapmaq hər zaman bu qədər asan olmaya bilir. Bəlkə də belə bir shortcutlar axtarmaq bir insan olaraq öz eləyə biləcəklərimizi, öz potensiallarımızı, öz fərqli tərəflərimizi də çox küçümsəmək olardı. Çünki bu qədər mürəkkəb varlıqlar olan bizlər, düşünün, milyonlarla insan izləyir həmin videonu və milyonlarla insanın hər birisi eyni 3 davranışı etməyə qədər bəsitləşdirilə bilməz. Çünki hər birimizin öz dünya görüşümüz, öz backgroundumuz, öz bilik və bacarıqlarımız, öz şəxsiyyət xüsusiyyətlərimiz, inanclarımız, dəyərlərimiz var. Və bu inancımızı bayaqki gözləntiyə də tətbiq eləsək, necə ola bilər ki, mənim bu qədər fərqli, bu qədər rəngli həyatımı tək bir insan, yaxud da tək bir vəziyyət %100 şəkildə dəyişdirə bilər? Bəlkə də bu məni xilas etmək yox, məni sadəcə bir qəlibə salmaq, yaxud da məni sadəcə özümdən uzaqlaşdırmaq da ola bilər əslində. Məsələn, düşünün ki, öz həyatından heç məmnun olmayan birisi, öz valideynləri ilə davamlı olaraq mübahisələr yaşayan birisi ailə qurmağa qərar verir və qarşısına çıxan ilk insanla ailə qurur və o insanı onun valideynlərindən xilas eləyən bir xilaskar kimi görür ilk etapda. Amma bir nöqtədən sonra o sadəcə özünü bu evlilik qəlibinin içərisinə salmış olur. Nəticədə xilas olmur. İçindəki o boşluq əsla keçmir. Onu narahat eləyən bu duyğular, düşüncələr yenə də aradan qalxmır. Amma sadəcə özünü bir qəlbin içinə sığdıraraq xilas olduğuna inanmaq qısa müddətdə onu rahatladır. Təəssüf ki, amma uzun müddətdə bu xilas hissi də çox uzun sürmür. Bənzər bir mövzulardan fal, cadu, astrologiya ilə bağlı bəhs etdiyimiz videoda da danışmışdım. Hansı ki, yenə də bəzən insanlar bir xilas edici yol olaraq spiritualizmə də başvura bilirlər. Yəni, mənim həyatımda hal-hazırda heç nə yaxşı getmir və birinə getsəm, bir dua yazsalar, bir cadu eləsələr, bir fala baxsalar, hər şey super olacaqmış kimi hiss eləyə bilirik. Amma yenə də təbii ki, insan həyatında heç nə bu qədər sadə və bəsit deyil. Və biz sadəcə bu gözləntilərlə əsas mətləbdən fokusumuzu və diqqətimizi yayındırıb, bu diqqəti
tamamilə problemimizin həlli olmayan məsələlərə və insanlara yönəltmiş oluruq. Və bəzən bunun özü də elə o qurban tərəfimizi və məsuliyyət almaq istəməyən, seçimlər eləmək istəməyən tərəfimizi möhkəmləndirməyin bir yolu olur. O zaman bu nöqtədə özümüzə verəcəyimiz suallardan birisi də bu ola bilər. Əgər mən %100 əmin olsaydım ki, bugün bu içində olduğum, məni məmnun eləməyən vəziyyətlərdən, məni məmnun eləməyən situasiyalardan məni xilas etməyə heç kim gəlməyəcək. Heç bir situasiya, heç bir vəziyyət, heç bir insan məni içində olduğum, məmnun olmadığım bu vəziyyətlərdən xilas etməyəcəksə, o zaman həyatımla bağlı, bax bugün hansı qərarları verərdim, hansı seçimləri eləyərdim və hansı addımları atardım? Hətta bu sualı gəlin biraz da təkmilləşdirək. Əgər mənim bir qızım və ya bir oğlum olsaydı və mənim indi içində olduğum bax bu situasiyada həmin qızım və yaxud da oğlum olsaydı, sadəcə onun qurban olduğunu düşünər və bu vəziyyəti pasiv şəkildə qəbullanardımı, yoxsa onu məmnun olmadığı bu vəziyyətdən çıxarmaq üçün müəyyən bir addımlar atardımı? Əgər elədirsə bu addımlar nə olardı? Hansı addımları atardınız? Bunun üzərinə düşünə bilərsiniz. Böyük ehtimalla bir çoxunuzun cavabı burada, hə, o qurbandır və bunu yaşasın demək olmazdı. Yox, onun üçün, onun özünü yaxşı hiss etməsi üçün bir şeylər eləyərdim. Məsələn, bir münasibətdənmi çıxa bilmir uzun müddətdir və birilərinin onu xilas etməsini mi gözləyir? Mən bəlkə də yardım eləyərdim və dəstək olardım ona bu içində olduğu vəziyyətdən çıxmasına. Daha çox maddiyyat qazanmağa mı ehtiyacı var və bununla bağlı çətinlik mi çəkir? Bəlkə də onun yeni bilik və bacarıqlar qazanmasına, bəlkə də heç atmaqdan çəkindiyi, qorxduğu addımları atmasına, cəsarət göstərməsinə kömək olardım, dəstək olardım. Hər hansı bir fiziki, psixoloji bir narahatlıqdan əziyyət mi çəkir? Bəlkə də artıq bu vəziyyətdən çıxa bilməsi üçün onu təşviq eləyərdim. Bax, bunu düşünmək artıq bizi öz kontrol gücümüzə, həyatımızın üzərində nəzarətimizin olduğu, kontrolumuzun olduğu fikrinə yaxınlaşdırır. Hətta bu fikri bizə xatırladır. Həyatının üzərində kontrolu olan yeganə insan sən özünsən və artıq bir xilaskar gözləmək yerinə bu gücündən istifadə elə. Məmnun olmadığın vəziyyətlərdən özünü çıxar. Səni daha çox xoşbəxt və məmnun eləyəcək vəziyyətləri yaratmaq üçün yeni addımlar at, cəsarət göstər. Çünki bunu özün üçün yalnız və yalnız sən edə bilərsən. Bəzən səni xilas edəcək heç kimin gəlməyəcəyini qəbul eləmək, zənn elədiyin qədər qorxulu bir tənhalıq hissi deyil də, əksinə azadlıq və güc hissini bizə yaşada bilir. Heç kim gəlməyəcək. Amma mənim öz həyatım üzərində seçimlər eləmək və dəyişimlər eləmək üçün gücüm var. Və bu gündən etibarən bu gücü istifadə eləməyi seçirəm. Bəli, hal-hazırda xilas olunmağa ehtiyacım var. Bəlkə də hal-hazırda həyatım darmadağındır, amma özümü yalnız mən xilas edə bilərəm. Bu darmadağın vəziyyəti yalnız mən düzəldə bilərəm və artıq hərəkətə keçmək üçün, həyatımı daha yaxşı bir vəziyyətə gətirmək üçün özümə icazə verməliyəm. Və bu yolda da bəzən birilərindən kömək istəyə bilərik, bəzən birilərindən dəstək istəyə bilərik. Dediyim kimi yeni bilik və bacarıqlar qazana bilərik. Amma burada bir fərqi anlamaq lazımdır. Yenə də həyatımın sükanını mən tuturam. Sadəcə bu yolda birilərindən kömək istəyirəm. Amma sükan yenə də məndədir. Bir dostumdan bəlkə yardım istəyirəm. O eləyə bilmədimi? Tamam, mən qurbanam və heç kim mənə kömək eləmir, yox. O eləyə bilmədisə, bir başqasından dəstək istəyərək bunu eləyə bilərəm. Yaxud da özüm hansısa bir bilik və bacarığımı qazana bilərəm. Amma yetər ki, artıq özümü qurban olaraq görmək deyil də, həyatımın şairi, həyatımın yazıcısı olaraq görməyə başlayım. Mənim səhifəmi və kontentlərimi uzun müddətdir izləyirsinizsə, bəlkə də bu cür mövzulara çox rast gəlmiş olacaqsınız. Artıq özünüzü o kölgədən çıxarmaq, artıq özünüzü qurban kimi görməyi dayandırmaq və hərəkətə keçmək. Əslində bir çox kontentlərim fərqli mövzularda bunu təşviq eləyir. Və bugün bəlkə də bu video bir çoxunuzun eşitməyə ehtiyacı olduğu o xəbərdarlıq videosuydu. Bəlkə də bir fərqindəlik videosuydu.
qurban olmadığınızı göstərən, əslində həyatınızın kontrolunun, idarə gücünün sizdə olduğunu göstərən, nəzarətin hələ də sizdə olduğunu göstərən bəlkə də kiçik bir fərqindəlik videosuydu. Və videonu sonlandırmazdan öncə sizə özünüzdə bu vəziyyəti dəyişdirə biləcəyiniz iki fərqli praktika vermək istəyirəm. İlk praktika iki hekayə texnikasıdır. Burada öz həyatınızı iki fərqli hekayədə yazacaqsınız. İlk hekayədə öz vəziyyətinizi, indi içində olduğunuz həyatı öncə qurban mövqeyindən dəyərləndirəcəksiniz və bunu ən azı 2-3 səhifəli bir hekayə kimi yazmağınızı xahiş edəcəm. Öz dilinizdən də yaza bilərsiniz, yaxud da bir hekayə anlatıcısının da dilindən özünüzü təsvir eləyə bilərsiniz. Məsələn, belə ola bilər. Mən bir nümunə üzərindən gedəcəm. Deyək ki, Aynur çox pis bir həyat yaşayırdı və davamlı olaraq münasibətlərdə xəyanətə məruz qalırdı. Maddi durumu çox pis idi. Davamlı olaraq ehtiyacı olan şeyləri ala bilmirdi. Dostları ondan çox pis rəftar eləyirdilər və s. və s. Burada Aynur pasiv bir obraz kimi görünür. Və bu pasiv obraz sanki sadəcə başına gələnlərin kənardan bir müşahidəçisidir. Və bu hekayəni bitirdikdən sonra ikinci hekayədə Aynuru daha güclü, hadisələr üzərində nəzarəti olan, sadəcə pasiv qəbullanan deyil də bir şeyləri idarə eləyə bilən bir obraz kimi yazmağa başlayacaqsınız. Məsələn, burada yenə də ola bilər ki, Aynur öz partnyorundan xəyanətə uğradı və daha sonrasında bu vəziyyətdə niyə olduğunu, niyə bu münasibəti öncədən seçmiş olduğunu, daha sonrasında belə seçimlər etməmək üçün nələr eləyə biləcəyini sorğulamağa başladı. Bunun üçün hansısa bir kitab alıb oxudu. Yaxud da Aynur maddi olaraq çox pis bir vəziyyətdədir. Və Aynur bunu düzəltmək üçün bir mütəxəssislə işləməyə başladı. Ondan maddi durumunu necə inkişaf elətdirə biləcəyini öyrənməyə başladı. Və s. kimi artıq özünüzü aktiv, öz həyatı üzərində nəzarəti olan bir obraz kimi qeyd eləməyə, hekayəni bir də bu aspektdən yazmağa başlayacaqsınız. Birində Aynur öz həyatında sadəcə başına pis hadisələr gələn bir qurbandır. Digərində isə Aynur öz həyatının öz qəhrəmanıdır. Dediyim kimi, hekayəni istər bir yazıçının dilindən, yaxud da öz dilinizdən yaza bilərsiniz. Əsas odur ki, iki fərqli hekayə yazacaqsınız. Öncə özünüzü qurban kimi təsvir eləyəcək, daha sonra isə onu bir qəhrəman kimi təsvir eləyəcəksiniz və o qəhrəman nələri necə dəyişdirərdi, hekayəyə necə yön verərdi, bunları detallı şəkildə yazacaqsınız. Başa düşürəm ki, ilk başda həyatınızdakı qərar verən tərəf olmaq, seçimlər eləyən tərəf olduğunuzu görmək ilk başda qorxuducu hiss etdirə bilər. Məsuliyyətlər üzərinizə gələcək, bəlkə bu məsuliyyətlərdən qaçmaq istəyə bilərsiniz, bəlkə onlar sizə ağır görünə bilərlər, bəlkə də bunları bacarmayacağınızı düşünə bilərsiniz. Amma dəstək alaraq və kiçik addımlarla həyatınızı həqiqətən də tədricən dəyişdirmək mümkündür. İkinci praktika isə indi dərhal edə biləcəyiniz bir praktikadır. Hal-hazırda düşünün. Əgər mən həyatıma heç bir xilaskarın gəlməyəcəyinə artıq %100 əminəmsə, öz həyatımı daha da yaxşılaşdırmaq üçün, daha məmnun olacağım bir həyat yaratmaq üçün və ya həyatımda məmnun olmadığım, problem kimi gördüyüm şeylərdən azadlaşmaq üçün ata biləcəyim ilk ən kiçik addım nədir? Bu sual üzərinə düşünün və cavabınızı rəylərdə mənimlə də bölüşün, birlikdə müzakirə eləyək. Ümid eləyirəm ki, bu video kimlərinsə həyatına bir işıq tuta bildi, kimlərəsə fərqindəlik qazandıra bildi və kimlərəsə özünün öz həyatını dəyişmə gücünün olduğunu xatırlada bildi. Məndən isə hələlik bu qədər. Əgər bu videoları bəyənirsinizsə, bu kanala abunə olaraq, rəylər yazaraq mənə öz dəstəyinizi göstərə bilərsiniz və beləliklə mən də videolarımın sizin üçün maraqlı olduğunu və daha çox video çəkməli olduğumu anlaya bilərəm. Bugünlük isə məndən bu qədər. Özünüzə yaxşı baxın, sevgi ilə qalın.